Bugün Şaban ayının birinci günüdür. Bu mübarək ayın gəlişi münasibəti ilə hamınızı təbrik edirəm. Allah bizi bu mübarək ayın feyzindən, fəzilətindən, rəhmətindən məhrum eləməsin inşallah. Çox fəzilətli bir aydır, Peyğəmbərə aid olan bir aydır. Peyğəmbər bu ayı bütün oruç tutardı. Bu ayın orucunu mübarək Ramazan ayının orucuna birləşdirərdi. Bu bayramlar ayıdır. Üçündə İmam Hüseyin ağanın mövlududur, Həzrət Əbəlfəz ağanın, İmam Səccad əleyhissalamın, 15-i Şaban İmam Zaman əleyhissalamın mövlududur. Ondan əlavə həm İmam Zamanın mövludu olmağına görə, həm də ümumiyyətlə Şaban ayının 15-ci gecəsi bütün məzhəblərdə fəzilətli gecədir. Qədir gecəsindən sonra ən üstün gecə Şaban ayının 15-ci gecəsidir ki, o da bu aydadır. Yəni çox gözəl bir aydır, mübarək bir aydır, bayram ayıdır. Gözəl əhval-ruhiyyədə olaq, qəlbimiz şad olsun, sevinc içində olsun, başqalarının qəmlərini dağıtmaqla sevinək. Yarandığımıza görə, var olduğumuza görə sevinək. Mübarək Ramazan ayına, ilahi ziyafət ayına hazırlaşaq, özümüzü hazırlayaq. Çünki çox gözəl fürsətlərdir il ərzində bizə verilir və Allahdan istəyirəm ki, bu ayın feyzindən bizi binəsib eləməsin və bu fürsəti dəyərləndirməyi bizə qismət eləsin. Bir daha bu ayın gəlişi ilə sizi təbrik edirəm. Qarşıdan gələn mövludlar münasibəti ilə, o əzəmətli şəxsiyyətlərin mövludları münasibəti ilə sizi təbrik edirəm. Allah bizi İmam Hüseyin əleyhissalamdan, İmam Səccad əleyhissalamdan, Həzrət Əbəlfəz ağadan, İmam Zaman əleyhissalamdan ayrı salmasın inşallah.